Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Deməli, bu Rafizi Elvin Əzimov Quranın təhrifi mövzusundan cəmaatın fikrini yayındırmaq üçün artıq başqa mövzular açır, başqa mövzulara yönəlir və o mövzulardan biri də təkfir məsələləridir və buna dair paylaşımlar edir, videolar çəkir. Yəni sadəcə maraqlı nədir? Öncəki videolardakı, harda ki biz dedik ki, sizin alimlər Quranın təhrifi etiqadındadır, siz etiraf etdiniz, təkfir eləyirsiniz. O zaman nə dedi? Dedi ki, bax sən öz alimlərin, sizin öz alimləriniz, İbn Hüseymini, İbn Teymiyyə, rahimehumullah, özləri deyirlər ki, təkfir belə olmur, şərtlər var, maniyələr var, birbaşa təkfir etmək olmaz. Qaydalar gətirdi, hər küfr eləyən dərhal kafir olmur. Yəni özünə sərf eləyən məqamda, yəni deyir ki, sizdə təkfir belə nətər gəldi olmur. Təkfir qaydaları var, şərtlər var. O ki, artıq məsələ digər istiqamətə yönəldi. Mən orada dedim ki, sizdə bax, təkfir var. Siz imaməti təkfir, yəni imamət məsələsinə görə bir imamın inkarını, kim bir imamı belə deyil, imamlığını qəbul etməzsə kafir görürsünüz. Bəs nə oldu Quranın təhrifi məsələsində belə deyil. O zaman neynədir? Artıq val dəyişdi. Elə siz təkfirçidir. Gör sizdə nə qədər təkfir məsələləri var və müəyyən kitablardan sitatlar gətirib. Sadəcə indiki məsələyə mən bir məqama toxunmaq istəyirəm. Ona demək istəyirəm ki, yəni bu məsələləri gətirirsənsə, ədalətli ol və tərcümə məsələsində diqqətli ol. Düzgün tərcümə elə. Ya sən ərəbcə bilmirsən, ya qəsdli şəkildə yalandan tərcümə edirsən. Cəmaata yalan məlumat verirsən. Yəni 20 ildir bu adam deyirlər ki, ərəb dili öyrənir. Bu adamdan ərəb dilindən səhv tutursuz, gəlin səhv ərəb dilindən tutur, nə bilim. Adam 20 ildir elm əhlidir, elm öyrənir. Yaxşı, bu 20 ildir elm öyrənən o zaman bu cür səhv etməli deyil. Bizim ustadımız 20 ilə yaxın ömrün bu elmə qoyub. Axı elmi bir dənə irad tuta bilmirsiniz. Ərəb dilindən bir dənə irad tuta bilmirsiniz. Sözünə sözünüz yoxdur. Ya bu səhvdir, səhv eləmisən, ya da qəsdli qərəzli şəkildə yalan tərcümə edirsən. Bax, cümləni gör necə tərcümə edir. Sonra şeyx, yəni Muhammed ibn Abdülvahhab, tövhid əhlinə düşmənçilik edənlərə qarşı cihad etməyi və onun əhlinə söyüş söyməyi əmr etdi. Onları buna təşviq etdi, onlar da itaət etdilər. Və qırmızı burada işarə ilə bunu işarələyib. Summa əmərə şeyxu bil cihad limən adə əhlət təvhidi və səbbəhu. Və növbəti səhifədə və səbbə əhləhu. Yəni burada düzgün tərcümə budur ki, summa əmərə şeyxu bil cihad. Yəni şeyx sonra cihada əmr etdi. Kimə qarşı? Limən adə əhlət təvhid. Tövhid əhlinə düşmənçilik eləyənlərə və səbbəhu, onu söyənlərə və səbbə əhləhu və əhlini, onun əhlini söyənlərə. Onun nədir? Onun burada. Onun tövhid kəlməsinə qarşı. Yəni tövhidi söyənlərə, tövhidin əhlini söyənlərə qarşı. Çünki qayda var. Damir, burada səbbə feilində olan hu damiri, səbbəhu. Damir qayıtmalıdır ən yaxın olana. Bu qaydadır. Sən bunu qaytarmalısan əvvələ. Vav bağlayıcından əvvəl nədir burada? Tövhid. Yəni hunu qaytarmalısan bura. Yəni bi ilə gəlsəydi, bi səbbihi olsaydı, hardasa deyə bilərdik. Sümmə əmrə şeyxu bil cihadi. Cihad kəlməsi bi ilə gəldi. Bil cihadi. Və burada da bi səbbihi olsaydı, onda deyərdik ki, sübhə-sübhə. Bisiz gəlib. İkincisi, burada səbbə feili 2 dəfə gəlib. Səbbəhu və səbbə əhləhu. Sən bir dəfə tərcümə eləmsən amma. Tərcüməyə bax, sonra şeyx tövhid əhlinə düşmənçilik edənlərə qarşı cihad etməyi və onun əhlinə söyüş söyməyi əmr etdi. Və ikinci səbbəhanı əhlini götürmüsən. Və səbbəhu yaxşı nədir burada onda? Onu belə boş buraxdın. Yəni 2 dəfə səbbə feili gəlir. Bu tərcümə düzgün tərcümə deyil və bu cümləni götürün, gedin şəhərdə ərəbə, hər hansı bir ərəbə yaxınlaşın, göstərin onu. İndi ingiliscə azmaz bilən adam tərcümə eləyəcəkdir, onunla başa salacaq. Və ya ərz eləyin ChatGPT-yə. Yazın ChatGPT-yə, görün orada sizə nə cavab verəcək. Eynən Əzimov, sənin öz üslubun. Öz üslubunla bu cümləni istifadə elə. Bəli.
Gedin. Xristian bir dənə, Bəli, yəhudi, məsələn ərəb tapın. biz dəfələrlə deyirik ki, o Targovu da doğrudur, Bəli. ərəblər heç Turistlər. ümumiyyətlə turistlər heç Bəli. din bilmirlər, məzhəb nədir bilmirlər. Gedin, məsələn deməyin Quranda bu. Əhsən. Yazılı formada, məsələn print eləyin bir şey, çıxardın, deyin bunu oxu mənə tərcümə elə nə deyir burada? Bəli. İngilis dilini bilirsiniz, indi inşallah ki tərcüməsini şeylərsiniz. Görün sizə necə tərcümə eləyəcək. Hətta çox maraqlıdır. Atın bunu şeyə, ChatGPT-yə. Bəli. ChatGPT ki, təqribən qəbul edir. Bəli. Sizə tərcümə eləsin. Görün necə tərcümə eləyəcək. Yazacaq orada məhz edin. Bəli. ChatGPT də bunlar da Bəli, hamı bəli. istifadə edir də. O ki məzhəb tanımır. Məzhəb tanımır, bəli. Bəli. Bu elementar, sadə bir cümlədir. Yəni bunu düzgün tərcümə etməyə nə var ki? Ya sən həqiqətən də çox cahil birisən və ya qəsdi qərəzli şəkildə yalan danışırsan. İkisindən biridir. Ola bilər insan xəta eləsin, yəni hər hansı bir hərəkət səhv etsin. Bu normal bir haldır, ola bilər. Amma tərcüməni doğru düzgün verirsə, mənanı düzgün verirsə, burada heç bir problem yoxdur. Lakin sənin etdiyin tərcümə həqiqətən də biabırçılıqdır. Subhanakallahumma və bihamdik əşhədu en la ilahe illə ente estəğfiruke və etûbü ileyk.